Kollagen ilə bağlı çox suallar gəlir və buna görə də bugün bu haqqda danışmaq istəyirəm. Ümumiyyətlə bizim kollagen qəbuluna ehtiyacımız varmı? Müəyyən yaşdan sonra orqanizmdə kollagen sintezi zəiflədiyinə görə kollagen tərkibli preparatların qəbulunu tövsiyə olunur. Ancaq bunlar bioloji əlavələrdir və nə məqsədlə istifadəsi əsas şərtlərdən biridir. Kollagen 1 və 3-cü tiplər adətən dəri, saç və dırnaq möhkəmliyi üçün, sağlamlığı üçün istifadə olunursa, kollagen 2 isə bu oynaq sağlamlığı üçün vacib hesab olunur. Kollagen alan zaman tərkibində hidroliz olunmuş kollagenin və vitamin C-nin olmasına diqqət etməmiz vacibdir. Doza 5-10 qram və ya 5000-10000 milliqram arasında effektiv doza hesab olunur və hansı məhsuldan alınması da önəmlidir. Dəniz məhsullarından alınan kollagenlər daha effektiv hesab olunur, ancaq bəzən allergik təsir göstərə bilər. Malqara məhsullarından hazırlanmış kollagenlər, bunlar da 1 və 3-cü tip kollagenlər olub. Dəri, saç, dırnağa müsbət təsir göstərir. Toyuq kollageni isə adətən oynaq xəstəliklərində istifadə oluna bilir. Özünüzə yaxşı baxın. Bu haqqda daha çox informasiya almaq istəyirsinizsə, eyni adlı YouTube videomuzu izləməyi unutmayın. Suallarınızı şərhlərdə yazın. Sağ olun.